22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Ermənistanın daxili siyasi müstəvisindəki gərginlik pik həddə çatıb. Hakimiyyətlə Qarabağ klanı və Rusiyaya bağlı oliqarxlar arasında qarşılıqlı ithamlar səs-küylü skandala çevrilib. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sabiq prezidentin oğlu deputat Levon Köçəryanın onun əleyhinə verdiyi açıqlamaya kəskin cavab verib. Sözü gedən bəyanatdan bir gün əvvəl Simonyan sabiq prezident Robert Köçəryanı və Rusiyalı milyarder Samvel Karapetyanı açıq şəkildə təhdid edərək hər ikisini tapdalayaraq əzəcəyini bildirmişdi. Bu çıxış ölkədə böyük müzakirə mövzusuna çevrilib. Münaqişənin daha da alovlanmasına isə kiçik Köçəryanın Simonyanın tərbiyəsi barədə verdiyi tənqidi bəyanat səbəb olub. Təhlükəsizlik Şurasının katibi bu tənqidlərə belə cavab verib. Deyirlər, Robun balacası mənim tərbiyəm barədə danışıb. Mən onu elə tərbiyə etmişdim ki, parlamentdə son bir ildə səsi çıxmırdı. Mən zala girəndə o dəhlizə qaçırdı. Digər yandan mənim mühafizəçilərim sənin atan kimi ayağı yolunda adam öldürmürlər, nə də İrəvan küçələrində insanları güllələyirlər. Cavan oğlan, sən belə şeylər barədə az danışsan yaxşıdır. O bildirib. Alen Simonyan çıxışında müxalifətin əsas maliyyə qaynağı olan Rusiyalı oliqarx Samvel Karapetyanın da adını çəkib. O, Ermənistanda geniş bir casus probleminin mövcudluğuna işarə edərək proseslərin belə davam edəcəyi təqdirdə Karapetyan və Köçəryanla şəxsən söhbət etməli olacağını bildirib. O, güclü tirana da deyin ki, casus siyahısına alınan onun əmisidir. Ruslar onu Kaluqadan bura siyahı ilə göndəriblər. Ətrafındakıların hamısı da həmin siyahıdadır. Çox adamı həbsxanaya göndərdiniz. İndi də deyirsiniz ki, nə üçün toplandığımızı unutmayaq. Toplanmısınız ki, Tormuz əminizin pullarını xilas edib Ermənistandan qaçırasınız. Alen Simonyan Ermənistan parlamentində təmsil olunan müxalif gənclərin qeyri-qanuni yollarla siyasi arenaya gətirildiyini diqqətə çatdırıb. Əziz jurnalistlər, təəccüblənməyin. Bu bir talançının uşağını, o biri bir qatilin uşağını kostyum şalvar geyindirib seçki rüşvəti ilə işə qəbul ediblər və deyiblər ki, özünü ciddi apar. Artıq sən deputatsan. Bunlar da bunu ciddi qəbul ediblər. Mən də onlara yerlərini göstərirəm. Bundan sonra valideynlərini çağıracam. Təhlükəsizlik Şurasının katibinin bu çıxışları Ermənistanda yeni həbs dalğasının anonsu kimi qiymətləndirilməkdədir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.